Tramp Azərbaycan məhsullarına tarif tətbiq edib. Tariflər 3 aprel 2025-ci il tarixindən qüvvəyə minir. Bundan sonra Azərbaycandan Amerika Birləşmiş Ştatlarına idxal olunan məhsullara 10% tarif tətbiq olunacaq. Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları ən böyük iqtisadiyyata malik olan ölkədir. İdxalçı ölkə olaraq kifayət qədər böyük bazara malikdir. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarında yeni tariflərin tətbiq edilməsi bütövlükdə dünya iqtisadiyyatında yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər. Bəs bu tariflərin tətbiqi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Azərbaycan 2024-cü ildə Birləşmiş Ştatlardan 1.6 milyard dollarlıq mal idxal edib. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının idxalımız 134 milyon dollar olub. Bu demək ki, Amerika Birləşmiş Ştatları Azərbaycan arasında ticarət dövriyyəsində 1.4 milyard dollarlıq mənfi saldo olur. Yəni biz Amerika Birləşmiş Ştatlardan daha çox məhsul idxal edirik, nəinki ixrac edirik. Amerika Birləşmiş Ştatlarının ixracatımızın həcmi ümumi qeyri-neft ixracatı ilə müqayisə etsək çox da böyük pay malikdir. Eləcə də Azərbaycanın Amerika Birləşmiş Ştatlarına ixrac etdiyi məhsulların qrupuna diqqət etirsək, daha çox spesifik məhsullardır və spesifik məhsullar olduğuna görə bu məhsullar rəqabət baxımından xüsusi üstünlüklərə malik ola bilir. Amma təbii ki, yeni tariflər yeni xərc deməkdir. Ona görə də bu Azərbaycanın Amerika Birləşmiş Ştatlarının ixrac etdiyi məhsulların xərcinə təsir göstərəcək. Deputat həmçinin qeyd etdi ki, ümumi ixracatımızda ticarət dövriyyəmizdə ciddi dəyişiklik baş verməsə də, bu tarif Azərbaycan-ABŞ ixracatının artım dinamikasının azalmasını gətirib çıxaracaq. Deputat Tahir Mirkişli isə bildirir ki, Azərbaycan ABŞ-yə daha çox qeyri-neft məhsullar ixrac edir. Artım dinamikası xeyli yüksəkdir. Tariflər bütün ölkələrə və müxtəlif dərəcələrlə tətbiq olunduğundan, onun ölkələrə təsiri də müxtəlif olacaq. Təhlillər göstərir ki, Azərbaycan məhsullarına ABŞ bazarında rəqib olan ölkələrin bir çoxuna qarşı tətbiq olunan tariflər Azərbaycana tətbiq olunan tariflərdən yüksəkdir. Azərbaycan məhsullarına 10%lik tarif tətbiq olunsa da, Çindən idxal olunan məhsullara 54%, Avropa Birliyindən 20%, Qazaxıstandan 27%lik tarif tətbiq olunur. Bu o deməkdir ki, Azərbaycan məhsulları ABŞ bazarlarında digər rəqib ölkələrə nisbətən daha ucuz olacaq. Bu isə ABŞ-yə Azərbaycan qeyri-neft məhsulları ixracını artırmaq üçün yaxşı fürsətin yaranması deməkdir, deyə deputat bildirib. Politoloq Yeganə Hacıyeva bildirdi ki, Amerikanın tarif siyasəti ilə bağlı etdiyi yeniliklər əslində qlobal siyasətdə Amerikanın nüfuzunu möhkəmləndirmək üçün atılan addımlardan biridir. 1920-ci ildə birinci dəfə məhz Amerika Birləşmiş Ştatlarının qlobal iqtisadi reformları, tarif reformları məhz daha sonra Bretton Woods sisteminin formalaşmasında Amerika Birləşmiş Ştatlarının gücünü möhkəmlənməsi ilə nəticələndi. İkincisi isə 80-ci illərdə formalaşan yeni sistemdə yenə də oxşar tarif siyasətinin və iqtisadi reformların nəticəsində məhz qlobal iqtisadi müstəvidə Amerikanın maraqlarını möhkəmlənməsi ilə nəticələndi. Düzdür, baxmayaraq ki, Amerika Birləşmiş Ştatları müxtəlif regionlarda siyasətinin əsasını məhz Çinlə rəqabət üzərindən qurur. Amma onu da qeyd etmək lazımdır ki, məhz Çin bütün dünyada ən böyük istehsalçı kimi istehsal etdiyi istənilən şeyi Amerika Birləşmiş Ştatları dollarına satır. Bu deməkdir ki, Çinin satdığı istənilən şey Amerika Birləşmiş Ştatlarının maliyyəsini möhkəmləndirir. Biz yeni iqtisadi müstəvidə, yeni iqtisadi şərtlərdə münasibətlərimizi daha möhkəmləndirəcəyik. Qeyd edək ki, Tramp 100-dən çox ölkəyə qarşılıqlı tariflər tətbiq edib. ABŞ-nin idxal məhsullarına tətbiq etdiyi rüsum qərarı qlobal ticarət dinamikalarını dəyişdirəcək və dünya iqtisadiyyatına uzunmüddətli təsirlər göstərəcək. Bu qərar həm yerli istehsalın gücləndirilməsi, həm də iqtisadi müstəqilliyin artırılması məqsədini güdür. Lakin eyni zamanda bu siyasət dünya ticarətində gərginliyin artmasına və bazarlarda qeyri-sabitliklərin yaranmasına səbəb ola bilər. Nuray Qədirli, APA TV.